Euler-Venn diaqramının əsasına uyğunluğu müəyyən edin. Bir yer, ay, bunları müqayisə edək. Birinci, Günəş sisteminə daxildir. Hər ikisi Günəş sisteminə daxildir. Temperatur gecələr 150, axşamlar, gündüzlər 160 plus Selsiyə yüksəlir. Bu da aydır. Bu da atmosferin olmaması deməkdir. Ona görə baş verir 2, 2, 3-ə 1. Günəş zaten Elvis orbit üzrə hərəkət edir. Bu da 3, 1-ə 3, 2-yə 2-yə 2, 3-ə də 1. Kimyəvi tərkibini qazlar təşkil edən planetlər. Qazlar xarici planetlərdir. Xarici planetlər də Saturndur, Urandır, bir də Neptundur. Bunlar qaz tərkiblidir. Mars, Merkur, Venera bərk tərkiblidir. 1, 2, 3, E variantı. Yupiter, Saturn xarici planetlərdir. Bəli, hər ikisi xarici planetdir. Silisium, dəmir, yox, yanlışdır. Qaz tərkiblidir. Beyklər mövcud deyil. Var beyklər, hər ikisinin də ən çox Saturndadır. Xəyala oturan fırlanma da yerdəkindən çoxdur. Yerdəkinin əksinə azdır. Deyək ki, səthi demir, yer səthindən çoxdur, aşağıdır. A variantı. Sxemlərin müəllifləri bu geosentrikdir. Geo, burada helio. Geosentrik nəzəriyyəsi yer mərkəzdədir, onun ətrafında bütün planetlər fırlanır, bu Ptolemaya məxsusdur. Burada isə Günəş mərkəzdə planetlərin ətrafında fırlanır, bu da Kopernikə məxsusdur. A variantı. Klasteri tamamlayan bənd. Günəş sisteminin ən böyük planetidir, ən böyük Yupiterdir. Qaz tərkibli xəyal müddəti daha azdır, B variantı. Böyük partlayış nəzəriyyəsi kainatın yaranması aşağıdakı hansı daha erkən verilmişdir? Böyük partlayış, kainatın yaranması müxtəlif fərziyyələr var. Bunlardan biri də böyük partlayışdır. Kant-Laplace var, Schmidt-Felsonko var. Böyük partlayış nəzəriyyəsi var. Bunlar, deyək ki, bir də dini yanaşma var. Bunlardan biri də böyük partlayışdır ki, böyük partlayış nəzəriyyəsinə görə kainat hər hansı bir başlanğıc singulyarlıq nöqtəsindən başlayaraq, partlayaraq bugün müasir qalaktika yaranmışdır və orada ilk erkən, deməli, kosmik relikt partlayışdan kosmik relikt şüalanma yaranır. Mülahizəni tamamlayın. Ekvator düz sahədə bastırmış çubuğun kölgəsinin günorta vaxt çubuqdan uzun olması mümkün deyil. Çünki çubuqdan uzun olması üçün Günəşin düşmə bucağı biz dedik ki, 45 dərəcə düşəndə özünə bərabərdir. 90 dərəcə düşəndə kölgə sıfırdır. 30 dərəcə düşəndə 2 vurulsun özü. 60 dərəcə düşəndə özü bölünsün 2. Burada nə deyir? Deməli, çubuqdan uzun olması üçün 30 dərəcə düşməlidir. Biz bilirik ki, ekvatorda Günəşin düşmə bucağı maksimum, deyək ki, 66,5, minimum daha doğrusu 66,5 dərəcə düşür. 66,5-dən aşağı ekvator Günəş şüaları düşmür. Ona görə cavab A variantı. Sxemdə göstərilmiş məntəqələrin hansında gecə gündüz uzunluğunu müəyyən edir. Niyə 66,5 dərəcə buna izah vereyim? Deməli, ekvator xətti. Ekvator. Günəş də biz bilirik ki, maksimum gedir 23,5-ə. Şimal əndarəsi. Eyni ilə cənub. Deməli, maksimum 23,5-ə kimi. Burada olanda Günəş şüaları, Günəşin düşmə bucağını tapsaq, deməli, veriləndən yazaq. Günəşin zenitdə olduğu məntəqə 23,5. Deməli, verilən məntəqənin coğrafi enliyi bərabərdir ekvator, o da 0 dərəcə. Yerinə qoyaq yazaq düşmə bucağını. Günəşin düşmə bucağı bərabərdir 90 çıxılsın. Verilən məntəqənin coğrafi enliyi plus minus Günəşin zenitdə olduğu məntəqə. Verilənə yazaq. Günəşin düşmə bucağı bərabər 90 çıxılsın. Verilən məntəqə ekvatordur. 0 plus minus Günəşin 23,5 şimal əndarəsi. Ekvator olduğu üçün plus da yaza bilər, minus da yaza bilər. Fərq yox. Plus bərabər 90 çıxılsın 23,5 bərabər 66,5. Yəni, bu dərəcədən kənara çıxa bilmir.
Çünki Günəş maksimum gəlir 23.5-ə kimi. Ona görə 66.5-dən aşağı ekvatora Günəş şüaları düşmür. Sxemdə göstərilmiş məntəqənin hansında gecə və gündüzün olmağı il ərzində daha çox dəyişir qütbə yaxın ərazilər. Gecə gündüzün daha çox dəyişməz qütbə yaxın daha 1-dir. A variantı. 23 sentyabr tarixində günorta vaxtı Günəş şüaları X məntəqəsi 70, Y məntəqəsi 50, Z məntəqəsi 30 dərəcə uzaqlıqda düşür. Buna əsasən cənub yarımkürəsində yerləşən bu məntəqələrin ekvatordan cənub qütbünə doğru sıralayın. 23 sentyabr deyən kimi Günəşin zenitdə olduğu məntəqə verilənə yazırıq. Birinci addım. Günəşin zenitdə olduğu məntəqə ekvator. Bu da 0 dərəcə. Deməli, X məntəqəsini 70 dərəcə. Günəşin düşmə bucağı bərabər 70 dərəcə. Bu olur X məntəqəsi. Yəni, X məntəqəsində ekvator zenitdə olana Günəşin düşmə bucağı bərabərdir 90 çıxılsın. Deməli, Günəşin zenitdə olduğu məntəqə. Daha doğrusu, verilən məntəqənin coğrafi enliyi. Yəni, burada baxaq. 70 dərəcə verilənə yazaq. Bərabər 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi. Verilən məntəqənin coğrafi enliyi bərabər 90 çıxılsın 70 bərabər 20 dərəcə. Demək, X məntəqəsi cənub yarımkürəsində deyil. Hamısı cənubdur. X məntəqəsi 20 cənub endarəsi. Bunu tapdıq. İndi növbətini tapaq. Günəşin düşmə bucağı bərabərdir. İkinci Y məntəqə 50 dərəcə. Bu da Y. Daha doğrusu Y. Deməli, indi gəlin. Günəşin düşmə bucağı bərabər 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi. Deməli, burada Günəşin düşmə 50 dərəcə bərabər 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi. Buradan da verilən məntəqənin coğrafi enliyi bərabər 90 çıxılsın 50 bərabərdir 40. Deməli, Y məntəqəsi 40 cənub endarəsidir. Bunu tapdıq. Keçək növbəti. Növbəti. Z. Günəşin düşmə bucağı bərabərdir. Z-də neçə dərəcədir? 30 dərəcə. Bu da Z bərabərdir. Tapaq. Deməli, Günəşin düşmə bucağı bərabər 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi. Buradan da 30 dərəcə bərabər 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi. Verilən məntəqənin coğrafi enliyi bərabər 90 çıxılsın 30. O da verilən məntəqənin coğrafi enliyi bərabərdir 60 dərəcə. Z olur 60 dərəcə cənub endarəsi. Üçünü də tapdıq. İndi nə deyir? Şərtin növbəti hissəsinə baxaq. Deyir ki, yerləşən bu məntəqə ekvatorun cənub qütbünə doğru sıralayın. Gəlin düzək. Deməli, X məntəqəsi X 20 cənub endarəsi, Y məntəqəsi 40 cənub endarəsi, Z məntəqəsi 60 cənub endarəsi. Ekvatordan cənub qütbünə X, birinci X, sonra 2, sonra 3. X, Y, Z. X, Y, Y, Z. Günəş şüaları hansı bucağı altında Bakı şəhərinə düşə bilməz? Deməli, maksimum, bu da maksimumları götürür. Maksimum düşmə bucağına baxaq. Deməli, Bakının verilən nə yazaq? Birinci addım. Bakı ad çəkilirsə, düşmə bucağı deyilirsə yazırıq 40 şimal endarəsi. Və maksimum, burada maksimumlar deyir, yəni maksimumları soruşur. Maksimumları soruşursa, deməli, Günəş Bakı 40 şimal endarəsidirsə, deməli, Günəş də şimalda olmalıdır. Yəni, 20.5 şimal endarəsində olmalıdır. Şimal tropikində. Yəni, düşmə bucağı, Günəşin düşmə bucağı bərabər 90 çıxılsın verilən
məntəqənin coğrafi enliyi plus minus Günəşin zenitdə olduğu məntəqə. Deməli, Günəşin düşmə bucağı bərabərdir 90 çıxılsın. Verilən məntəqə 40 şimal dairəsi. 40 şimal dairəsi. Deməli, 23.5 şimal. İkisi də şimal olduğu üçün çıxırıq. Bərabərdir. 90 çıxılsın. 40-dan 23.5 çıxanda 16.5. Bu da bərabər 73.5 dərəcə. Maksimum budur. Yəni, maksimum budur. Bundan yuxarı ola bilməz. Günəşin düşmə bucağı Bakıya 73.5-dən yuxarı ola bilməz. Burada cavab B variantı.